Azərbaycan Liberal Partiyasının keçmiş sədri Lalə Şövkətə çox ağır itki üz verib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə sabiq partiya sədrinin oğlu Sidqi Şövkət sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, Lalə Şövkətin bacısı oğlu Ülvi Sadıxov vəfat edib. Sidqi Şövkət saytımıza açıqlamasında bildirib ki, 50 yaşı təzə tamam olan Ülvi Adiloğlu Sadıxov insult səbəbilə dünyasını dəyişib. Bakıda spirtli içkidən zəhərlənən şəxs vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə ötən gün qeydə alınıb. Belə ki, saat 17 radələrində Buzovna sakini 1988-ci il təvəllüdlü Rəşad İsmailov yaşadığı evdən spirtli içkidən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş ölüm faktı ilə bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Ötən gün Masallı rayon mərkəzi xəstəxanasında 34 yaşlı kişi həyatını itirib. Molla Həsənli kənd sakini 1992-ci il təvəllüdlü Nərman Rəhmanoğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb. Bildirilib ki, Nərman Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib, faktla bağlı araşdırma aparılır. Hadisə ilə bağlı xəstəxanadan qeyd olundu ki, ötən gün halsızlıq və soyuq dəymə şikayətləri ilə 1992-ci il təvəllüdlü kişi Masallı rayon mərkəzi xəstəxanasına təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub, ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu qoyulub. Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb. Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin çoxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye, qan diaqnozu müəyyən edilib. Aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, yanvar ayının 7-si saat 16:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb deyə məlumatda bildirilib. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Regional Enerji Təchizatı və Satçı İdarəsinin rəisi Həb Bəzzov vəzifəsindən azad edilib. Report xəbər verir ki, onun yerinə Azərişığın Qərb Regional Enerji Təchizatı və Satçı İdarəsinin rəisi Elmar Mahmudov təyin edilib. Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar Azərişıq rəhbərliyi tərəfindən verilib. Xəbər verdiyimiz kimi ötən gün Qazaxın Xanlıqlar kəndində Sokar Petroleum Qapalı Səhmdar Cəmiyyətinə məxsus 7 saylı neft bazası sahəsində partlayışla müşahidə olunan yanğın baş verib. Hadisə nəticəsində neft bazası sahəsində süzücü doldurucu vəzifəsində işləyən Şamil Zabitoğlu həyatını itirib. Onun fotosunu təqdim edirik. Allah rəhmət eləsin. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin tərkibindəki Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zaur Mustafayev xarici ölkə sularında olarkən vəfat edib. Kapitanın gəmidə insult keçirdiyi bildirilir. Hazırda onun nəşinin ölkəyə gətirilməsi istiqamətində işlər aparılır. Qeyd edək ki, Zaur Mustafayev 1976-cı ildə Biləsuvar rayon Ağalı kəndində dünyaya gəlib. O 1999-cu ildən Xəzər Dəniz Neft Donanmasında işləyib və donanmanın təcrübəli kapitanlarından biri hesab olunurdu.